Buzovnada qohumu olan qonşusunu qətlə yetirən, onun arvadı ilə oğlunu isə bıçaqla xəsarət yetirən 18 yaşlı İnşallah Hacıyevin cinayət üzrə məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edib. Prokuror məhkəmədən təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib. O, məhkəmə istintaqı dövründə özünü qismən təqsirli bilib. Cinayəti törətməyimə Qurban Məlikova və oğullarının məni və atamı döyüb söymələri səbəb oldu. Buna görə də qisas aldım. Daha sonra məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib. Məhkəmə hesab edib ki, istintaq orqanı tərəfindən İnşallah Hacıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə düzgün tövsif edilib. Odur ki, o həmin maddənin sanksiya cəhətində cəzalandırılmalıdır. Cinayət əməlini törədən zaman təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından ona təyin ediləcək cəza müddəti 10 ildən artıq ola bilməz. Hökmə əsasən İnşallah Hacıyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsinə çəkməklə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrında paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Qurban Məlikovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 17 yaşlı İnşallah Hacıyevin rayonun Buzovna qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində qohumu və qonşusu 1977-ci il təvəllüdlü Qurban Məlikova, 1982-ci il təvəllüdlü Könül Məlikovaya və 2003-cü il təvəllüdlü Məzari Məlikova kəsici alətlə xəsarət yetirməsi barədə əsaslı şübhələr müəyyən edilib. İnşallah Hacıyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə ittiham ilə sürülüb. Orxan Raisifoğlu, məhkəmə xəbərləri.